Buyur ağa, onu yakından oku, yakına git. Bu kəndin Allah'a bağlı. Bu kəndin əhl-i beyt olmağının tarixi. Hem məsciddə, hem o şəhərinizdə, hem bütün daşlarda, bütün daşların üzerine yazılan Allah, Muhammed, Ali, Fatimə, Hasan, Hüseyin'den yazılır. 1335-ci ildə bu daş bura qoyulur. Bak 1335-ci ildə bu daş İbad adında her bir kişi ise Allah rəhmət eləsin. İbad olub Ha, adı. İbad. Her kimdirsə o ibadə Allah rəhmət eləsin. Biz də bilmirik. Bəzi yerlərində güllə dəyir, o oxumaq olmur hər kimin olursa. Amma bu kəndin tarixi, bu kəndin Əhl-i Beyt qanı ilə qanının yoğrulmağı Sübutdur. məsciddə 340 il bundan qabağa Hacı Qiyasəddin tərəfindən tikilən məscidində ilk lövhəsində yazılıb Allahu Ekber, sonra Allah, Muhammed, Ali, Fatimə, Hasan, Hüseyin. Ondan sonra yazılıb orası Hacı Qiyasəddin tərəfindən tikilib. 340 il bundan öncə və 340 il bundan öncə yenə təkrarən sizin o şəhəriniz tikilib. Əli ibn, yəni ondan sonra güllədəyib, o Əli kimin oğludur onu bilmərik. Bu neçənci ildir? Bu qəbir neçənci il? 1335-ci il. Ay maşallah. Bu işaret Ha, edin bu işarələrin bütün qəbirlərə var. Görsən burada Allah işarəsidir. Ayın qabağında ulduz, 5 ulduzu qoyublar. Ay Allahdır. Bu 5 ulduz Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn. Bütün ay ulduz, ay bu həmin Yani bizim işarədir. tariximiz Bu kəndin imamlarla yaşayır. tarixi, bu kəndin o belə deyək, qanının yoğrulmağı imam eşqi ilə Olublar. yaşayıblar. Ay can senin Yaşayıblar. başına. Allah razı olsun. Sağ olun, sağ olun. Allah razı olsun. Başla. 1325-ci ildə bu qəbir burada bərpa olub. Yenə dediyimiz kimi ancaq burada bu kəndin dahiliyi, bu kəndin belə o böyüklüyü bu qəbirlərin kimin adına bərpa olub? Əhl-i Beytin adına. Hər bir şeydə Allahdan sonra Məhəmməd, Əli, Fatimə, Hasan, Hüseyin. Bunun adı nədir? Bilmirsən ki. Bunun adı. Bir də oxuyacağım. Səfər. Səfər İbn Məhəmməd. Səfər olub bunun Ha, yeri. Səfər İbn Məhəmməd. Məhəmmədin oğlu Səfər. 1925, Yok 1325. 1325. Burada da ne yazılıb? Ha burada da Hüsnü. Bu yazıb ki bu qəbir kimə məxsusdur. Bu qəbir. Bunu aşağıda da yazıb ki Səfər İbn Məhəmməd. Allah sənə